Salam, hörmətli izləyicilər. Sizi Beynəlxalq Sistem Azərbaycan Festivalının ən dinamik və həyəcan verici kateqoriyalarından biri VEX robot yarışları ilə tanış edirik. Bu kateqoriyada iki istiqamət var: VEX IQ və VEX V5. Texnologiya və yaradıcılıq birləşəndə nələr baş verə bilər? Gəlin, gələcək mühəndislərin dünyasına nəzər salaq. VEX IQ robot texnologiyaları və mühəndislik sahəsində fundamental bilikləri interaktiv şəkildə öyrətmə, şagirdlərdə tənqidi düşünmə, məntiqi analiz, problem həll etmə və komanda işi kimi mühüm bacarıqları inkişaf etdirmək üçün unikal imkan yaradır. VEX IQ modulyar və əlçatan dizayna malikdir. Bu isə şagirdlərdə plastik konstruksiyalardan öz robotlarını dizayn etmək və proqramlaşdırma imkanı verir. Yarış müddətinə robotlar simsiz idarəetmə sistemi vasitəsilə müxtəlif tapşırıqları sürətli və dəqiq icra edərək yüksək xal toplamağa çalışırlar. Komandalar meydanda bacarıqlarını nümayiş etdirərkən yaradıcı yanaşma və planlı iş prinsiplərini də göstərirlər. VEX V5 isə 14-17 yaşlı şagirdlər üçün nəzərdə tutulmuş robototexnika yarışıdır. Burada komandalar metal konstruksiyalardan robotlar düzəldir, güclü mühərriklər, müxtəlif sensorlar və mexaniki birləşmələrdən istifadə edərək onları təkmilləşdirirlər. İnteqrasiya olunmuş idarəetmə sistemi və proqramlaşdırma mühiti gənclərə mühəndislik prinsiplərini, texnologiyanı, yaradıcı problemlərin həllini təcrübə ilə öyrənmək və öz ideyalarına uyğun funksional robotlar yaratmaq imkanı verir. Komandalar bir mentor və 14-17 yaş aralığında 3 şagirddən ibarətdir. Yarış zamanı komandalar hazırladıqları robotlarla müəyyən edilmiş vaxt çərçivəsində müxtəlif çətinlik dərəcəsinə malik tapşırıqları yerinə yetirib, çeviklik və sürət nümayiş etdirərək mümkün qədər çox xal toplayaraq rəqiblərinə üstünlük qurmağa çalışırlar. VEX V5 yalnız nəzəri biliklərlə kifayətlənmir. Gəncləri real dünya problemlərini tətbiq edə bilən bacarıqlarla təmin edir, onların gələcəyin mühəndisləri və texnologiya liderləri olmağa hazırlayır. Həm VEX IQ, həm də VEX V5 yarışlarının ən mühüm hissələrindən biri mühəndislik dəftəridir. Komandalar bütün işlərini ideyadan dizayna, proqramlaşdırmadan test mərhələsinə qədər bu dəftərə sənədləşdirirlər. Münsiflər həm robotun meydandakı performansına, həm də dəftərdəki qeydlərə diqqət edir. Bu dəftər komandaların planlı işləmə, strateji düşünmə və komanda daxilində əməkdaşlıq bacarıqlarını göstərməsinə imkan verir. Yarış iştirakçıları burada həm də öyrənirlər ki, uğur yalnız robotu meydanda göstərmək deyil, onu düşünərək, planlayaraq və təcrübədən keçirərək yaratmaqdır. Bəs qaliblər necə seçilir? Münsiflər yalnız yarış sahəsindəki xallara deyil, robotların dizaynına, onların funksionallığına, proqramlaşdırılmasına, təqdim edilməsinə, yaradıcı yanaşmasına və eyni zamanda komanda işinə də nəzər yetirirlər. Yəni, qalib olmaq üçün sadəcə robotu sürətlə hərəkət etdirmək və yarışı tamamlamaq kifayət deyil. Komandalar strategiya, planlama və bir-birinə dəstək vermə bacarıqlarını da göstərməlidir. Üstəlik, hər iki kateqoriyada komandalar müxtəlif nominasiyalar üzrə də uğur qazana bilirlər. Bu nominasiyalara Excellence, Design, Think, Amaze, Create, Sportsmanship və Judge awardlar aiddir. Bu isə o deməkdir ki, festivaldan yalnız bir komanda deyil, çoxlu komandalar müxtəlif nominasiyalar üzrə qalib olaraq ayrılır. Hər kəsin zəhməti və yaradıcılığı öz dəyərini tapır. Hörmətli izləyicilər, əgər siz də şagirdlərimizin texnologiya, mühəndislik, komandada işləmə bacarıqlarını görmək, onların ideyalarını izləmək və bu yarışın bir parçası olmaq istəyirsinizsə, Beynəlxalq Sistem Azərbaycan Festivalında VEX kateqoriyasına qoşula bilərsiniz. Əziz iştirakçılar, gücünüzü göstərin. Rəqabətdən zövq alın. Tam 2025-də görüşənədək.